Bismillahirrahmanirrahim. Tərbiyyən olsun, tərbiyəli ol, tərbiyəsizlik etmə, tərbiyyən harda qaldı və s. və ilaxır kimi sözləri insanlar çox işlədir. Hazırki müasir zamanımızda nədir tərbiyə? Əzizlərim, tərbiyə insanın görünməyən geyimi, libası, örtüyüdür. Onu çıxartdığın an sənin kim olduğun çıxır üzə. Tanınırsan. Biz insanları böyük edən bizlərin biliyimiz, elmimiz, savadımız deyil təkcə. Biliyimiz, elmimiz, savadımızla birlikdə malik olduğumuz, daşıdığımız tərbiyədir. Allah bizləri tərbiyəli olanlardan qərar versin inşallah.